Salam. Mən indi termokimya nədir, ondan danışacağam. Termokimya adından da göründüyü kimi termo və kimya sözlərinin birləşməsindən əmələ gəlib. Termo da nədir? İstilik. Yəni termokimya ümumiyyətlə istilik effektini öyrənir. Qısa şəkildə desəm, uzun şəkildə desəm isə belə olur ki, termokimya kimyəvi reaksiyaların maddələrin aqreqat və poliform çevrilmələrinin məhlulların əmələ gəlmə və durulaşma proseslərinin istilik effektlərini öyrənir. İstilik effekti Q ilə işarə olunur. Vahidi isə kilokalori və yaxud da joule ilə ifadə olunur. Deməli dedik ki, termokimya kimyəvi reaksiyaların istiliklərini nəzərə alan termodinamikanın bir sahəsidir. Kimyəvi reaksiya zamanı müşahidə olunan istiliyin istilik effekti kimi qəbul edilməsi üçün bu şərtlər ödənilməlidir. Yəni ki, hər zaman kimyəvi reaksiya zamanı olan istilik effekti kimi qəbul olunmur. Yalnız bu şərtlər ödənilərsə istilik effekti kimi qəbul olunur. Bunlar hansılardır? Birincisi, proses dönən olmalıdır. İkincisi, sistemdə həcm və ya təzyiq konstant olmalıdır, yəni sabit olmalıdır. Bu da nə deməkdir? V konstantsa izoxor prosesdir, P konstantsa izobar prosesdir. Yəni proses ya izoxor olmalı, ya izobar olmalıdır. Ona görə də termokimyadan danışanda həm izoxor prosesdə endotermik, eksotermik necə baş verir, endotermik və eksotermik ayıracağıq. İzobar prosesdə də endotermik və eksotermik necə olur, bunlardan danışırıq. Bir də ümumiyyətlə bu proseslərdə istilik effekti nəyə bərabərdir? Axı bu istilik effektini öyrənir termokimya. Ona görə də deyəcək ki, istilik effekti nəyə bərabərdir? Üçüncüsü isə iş görülmür. Yalnız ideal qazlar üçün genişlənmə işi görülür. İş görülmür. Yalnız genişlənmə işi görülür. Dördüncüsü isə ilkin maddələrin və məhsulların temperaturu sabit olur. Temperatur konstant belə qısa yazsaq. Başlanğıc və son maddələrin temperaturları sabit olur. İndi buranı silin. İndi dedik ki, izobar və izoxor proseslərə ayrı-ayrı baxmalıyıq. Birinci başlayaq izobar prosesdən. İzobar prosesdə nə olurdu? P konstant olurdu, yəni təzyiq sabit olurdu. İndi biz termodinamikanın birinci qanununda bilirik ki, ümumi riyazi düsturu necə idi? Birinci qanunun Q bərabərdir delta U plus A. Yəni belə idi. Delta U bərabərdir Q çıx A. Bu da zaten buna ekvivalentdir, yəni bərabərdir. Sadəcə burada A-nın yeri dəyişdirdik, keçdi bura. Eyni düsturdur yəni. İndi A-nı baxaq görək, A-nın düsturu nədir? A normalda işdir. İşin düsturu nədir? Fs-dir. Və bu Fs-dəki S nədir? Vahidi. Buradakı S-in vahidi metrdir. Bir də biz F-in düsturunu bilirik ki, F-in necə bir düsturu var? Təzyiqlə düstur lazımdır bizə. Çünki təzyiq konstant axı. Təzyiqlə düsturu necə idi? PS. Burada da S sahəni bildirirdi. Yəni metr kvadratı idi. Burada isə yolu bildirirdi. İndi yəni sahə dedikdə səthi nəzərdə tutulur da, səthi bildirir. İndi bizdə nə oldu? Burada A-nı
A'dakı Fs, F'in də yerinə Ps qoyaq. A üçün bir ümumi düstur alsaq, olacaq necə? P metr kvadratı metr birləşdikdə nə olar? V olar, həcm olar. Metr kubu həcm. A bərabərdir PV deyə düstur alarıq. İndi burada təzyiq sabitdir izobar prosesdə, amma həcm dəyişir. Ona görə də P delta V və bu A bərabərdir P delta V-ni gətirib termodinamikanın birinci qanununun yerinə qoysaq, nə olacaq qanununda A-nın yerinə qoysaq? Q bərabərdir delta U plus P delta V. P delta V. İndi burada nə gördük? Gördük ki, Q bərabərdir delta U plus P delta V-yə. İndi ümumiyyətlə bilirik ki, entalpiya nədir? Bu həmin delta, yəni dəyişilmənin bir anı, ayrı-ayrı anlarını entalpiya şəklində göstərirlər. Entalpiya da H-la işarə olunur. Onun da düsturu olacaq U plus PV. Yəni buradakidir sadəcə bunun bir halı. Bir nöqtəsi də, dəyişmənin bir nöqtəsi olur entalpiya. İndi görürük ki, H bərabərdir U plus PV-dir. Burada H-ın dəyişməsi, yəni entalpiyanın dəyişməsi olacaq delta U plus P delta V-yə. Yəni H2 çıxılsın H1, buranı silin, yuxarını. H2 çıxılsın H1, bərabər olar delta H-a. O da bərabər olacaq nəyə? Aşağıdan yazım. Delta U plus P delta V-yə. Yəni gördük ki, entalpiyanın dəyişməsi izobar prosesdəki istilik effektinə bərabər oldu. Yalnız izobar prosesdə entalpiyanın dəyişməsi istilik effektinə bərabər olur. Başqa hallarda isə olmur. Səbəbi nədir? Onu deyim. İndi burada silim. İzobar prosesdə nə olur? İzobar prosesdə P konstant olur. P konstant olduğu üçün bu düsturda yalnız V dəyişir. P dəyişmir. Əgər P də dəyişsəydi nə olardı? Belə olardı ki, fikirləşə bilərsiniz ki, belə olar. Q bərabərdir delta U plus V delta P. Belə olar, fikirləşərsiniz ki, delta gəlsin P-nin qarşısında dursun, V-nin qarşısında durmasın. Belə ola bilmir. Niyə? Çünki düşünün, təzyiqi biz dəyişiriksə, həcm də dəyişməlidir. Məsələn, bu hal niyə mümkün olur ki, P delta V ola bilir? Yəni həcmi dəyişdikdə təzyiq dəyişməyə bilir. Fikirləşin ki, bir stəkana su tökürük. Stəkana atmosfer təzyiqindən, yəni havanın təzyiqinin altında su töküb onun həcmini artıra bilirəm. Burada məcbur deyil ki, atmosfer təzyiqi də dəyişsin ki, havanın təzyiqi dəyişsin, mən ora su tökürəm deyə, suyun həcmini artırıram deyə. Yəni həcm dəyişdikdə təzyiq sabit qala bilir. Amma təzyiqi dəyişsəm, onda fikirləşin bir dənə, götürürəm porşendə hava olsun, belə. Porşendə burada hava olsun, havanın özünün molekulları. Sonra bu porşeni sıxsam, bu tərəfə doğru hərəkət elətdirsəm nə olacaq? Sıxdıqda təzyiqi artırıram, sıxmaq üçün təzyiq veririk, təzyiqi artırıram, onda həcm azalır. Yəni, təzyiq dəyişdikdə mütləq həcm də dəyişir. Ona görə də belə bir şey yazıla bilməz. Bu səhvdir. Bəs necə yazılır? Belə yazıla bilər ki, Q bərabərdir delta U, əgər təzyiqi dəyişmək istəyirəmsə, plus delta mötərizədə PV, yəni hər ikisinə aid olmalıdır. Bu delta PV-nin də açılışı bilirsiniz necədir? Belədir ki, P delta V
plus V delta P şəklində açılır. Bu da artıq buranı silim yuxarının indi. Artıq gördük ki, alındı nə? P delta V plus V delta P. Bunu da buradakı PV delta PV'nin açılışı belədir. Amma entalpiyanın düsturu necə idi? Entalpiyanın düsturu U plus PV idi. Gördük ki, artıq burada yeni bir düstur var. P delta V, V delta P, amma burada yalnız PV var idi. Yəni uyğun gəlmir entalpiyaya. Entalpiyanın dəyişməyinə də uyğun gəlməyəcək. Ona görə də yalnız izobar prosesdə Q bərabər ola bilir delta H-a. İndi izobar proses üçün danışdıq. Bir də endotermik, eksotermik halına baxırıq. Burada bundan da danışmalıyıq ki, endotermik halda necə olur, eksotermik halda necə olur. Ümumiyyətlə, nə vaxt prosesə endotermik deyirik? Q mənfi olanda. Mənfi Q olanda deyirik endotermik. Və kimyadan da bildiyimiz kimi necə idi? Kimyadan bilirdik ki, mənfi Q olduqda entalpiya müsbət olurdu. Delta H böyükdür 0 olurdu. Müsbət Q olduqda eksotermik. Onda nə olurdu? Onda əksinə entalpiya həmişə Q-nun əksinə olurdu. Delta H kiçikdir 0 olacaq onda. Burada da H1 və H2-ni müqayisə eləsək nə olar? Əgər delta H entalpiyanın dəyişməsi, ümumiyyətlə delta nədir? İkincidən birincinə çıxmaqdır həmişə. Ümumiyyətlə fizikada belə götürülür ki, delta ikincidən birincinə çıxmaqdır. İndi burada deməli H-ın entalpiyanın ikinci halından birinci halına çıxdıqda sıfırdan böyük olubsa, deməli ikinci hal birinci halından böyük olmalıdır. Yəni H2 böyükdür H1. Burada isə kiçik olduğuna görə əksinə H2 kiçikdir H1 olur. Bəli, endotermik və eksotermik halına da baxdıq izobar proses üçün. İndi sıra izoxor prosesdədir. İzoxor proses. İzoxor prosesdə nə olurdu? V konstant olurdu. Yəni həcm dəyişmirdi. İndi yenidən bayaqki düsturu yazsaq, Q bərabərdir. Və ümumiyyətlə izobarda da, izoxorda da bayaq yazdım mən Q bərabərdir delta U. Bu aid idi nəyə? Delta U deyirəm. Delta H yazdım bayaq. Onun ayağında izobar proses üçün daha bu. İzobar prosesdə Q bərabər delta H ayağında yazılmalıdır. QP. Nəyə görə? Çünki ayaq deyirəm indeksində də yəni yazılmalıdır P. Çünki izobar prosesdə yalnız axı dedik delta H-a bərabər olur. Ona görə bunu bildirməliyik. İndi bunu silim. İzoxor proses üçündə. İzoxor proses üçündə Q, V yazacaq. V-nin konstant olduğuna görə. İndi izoxor olduqda yenə termodinamikanın birinci qanununu əvvəlcə yazaq. Q bərabərdir. Bayaq dedik ki, necə olur? Delta U plus P delta V. Burada dedik ki V konstantdır. Bu düsturda da nə görürük V haqqında? V-nin dəyişməsini görürük. Delta V nə deməkdir? Delta V deməkdir ki V2, mən V-ni belə yazıram ədəfi U kimi. V2 çıx V1. Və burada da dəyişmə yoxdursa V2 ilə V1 bir-birinə bərabər olur. Onlar da çıxanda nə alarıq? 0. İndi P və delta V-nin arasında nə var? Vurma var. Bu 0'dırsa bu hissə bütöv 0 olacaq. Ona görə də nə qalacaq geriyə? Yalnız qalacaq Q bərabərdir delta U. Ona görə də izoxor prosesdə istilik effekti, bayaq dediyim kimi indeksinə V-ni yazmalıyıq. İstilik effekti bərabər olur daxili enerjinin dəyişməsinə. İndi də bayaq necə ki izobar prosesdə baxdıq, endotermik və eksotermik prosesdə necə olur? Eynən izoxorda da baxaq. İzoxor prosesdə indi müsbət Q olduqda, yəni eksotermik olduqda nə olacaq?
E, Əgər müsbət Q olarsa, onda gərək ki, delta U da sıfırdan böyük olsun. Delta U böyükdür 0. Amma izobarda necə olurdu? Delta H böyükdür 0 olduqda endotermik proses olurdu. Onun da səbəbini dedik nəyə görədir? Çünki kimyadan bildiyimiz kimi entalpiya ilə istilik effekti biri müsbət olduqda digəri mənfi olurdu. Yəni biri digərini tərs olurdu da həmişə belə məcazi desəm mənada. İndi burada delta U böyükdür 0 olur eksotermik prosesdə, bəs endotermik prosesdə necə olur? Mənfi Q olmalıdır bildiyimiz kimi endotermik prosesdə. Bunda da delta U kiçikdir 0 olur. Yəni U'ların da bir-birindən fərqini desək, bayaq dediyimiz kimi delta U deməkdir ki, U2 çıx U1, yəni böyükdür 0 olması üçün də U2 böyükdür U1 olmalıdır. Burada da U2 kiçikdir U1 olacaq. Bitdi. Termokimya haqqında bu qədər. Gələn videolarda görüşərik.